Deməli, sosial şəbəkələrdə belə bir xəbər yayılıb ki, 19 yaşında bir gənc oğlan 14 yaşında bir uşaqla hamamda dəm qazından boğulublar. Oğlan ölüb, qızın da vəziyyəti ağırdır. Hələ utanmırlar, girirlər oğlanın videosunun altında yazılar Allah rəhmət eləsin. Bunun Allah nəyinə rəhmət eləsin ki, 14 yaşında bir qız hamamda bu ilə nə iş görürdü? Bax, ona görə İranın bizə, o Fars mollalarının, donuz mollalarının bizə sırıdığı o xurafatlarla dolu düşüncələr olur. Bax, gənclərimizin beyninə ki, filankəs 13 yaşında ərə getdi, filankəs 14 yaşında ərə getdi, ana oldu. İndi də bu qızın da valideynləri çıxarlar sabah deyərlər ki, hə, biz nişanlamışdıq oğlanla, gözləyirik ki, qızın 17 yaşı olsun, ərə verək. Oğlan 100% çimirdi hamamda, qız ona dəsmal verməyə girəndə ikisi də dəm qazından birdən-birə dəm qazı vurub bunlara boğulub bu günə qalıblar. Necə çıxacaq cəmaatın üzünə bu uşağın valideynləri?